Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə əşrəfil ənbiya vəl mürsəlin və elhamdülillahi Rabbil alemin. Biz artıq keçirik qusul babına. Neçə dərsdir. Növbəti babda gətirik ki, şeyh. Bəbul madmada və istinşaqı fil cənəbə. Cənabət halında və ya cənabət qusulu aldıqda ağıza burundan su almağın hökmü. Və yaxud da ki, ağıza, buruna su almaq. Bunu öncəki dərslərdə qusul babında da gətirmişdi. Meymuna radiyallahu anh hədisdə gətirir ki, Qalə İbn Abbas radiyallahu anh deyir ki, Meymuna radiyallahu anh hədisi rəvayət eləyək deyir ki, Sabatül Nəbi s.ə.v quslən deyir, su tökdü Peyğəmbər sallallahu aleyhi və səlləmə qusul üçün. Su tökdüm. Və əfraqa biyəmini alə yəsərihi və xazalə və sağ tərəfdən başlayaraq başını, bunu keçmişdik, yəni dərs olana biri 3 dəfə yumağa. Başını sağ tərəfdən 3 dəfə, sonra nədir? Sol tərəfdən yumağa. Və burada ardıcılığı gətirmir. Lakin burada əsasən qəsd ardıcılıq nədir? Necədir? Peyğəmbər s.ə.v deyir, birinci qusul alarkən neyinir? Övrət yeri yolunur, övrət yerlər yolunur. Sonra əlini ya torpağa ya da ki bir daşa sürtür və sonra neyinir? Dəstəmaz alır. Dəstəmaz almaqdan öncə madmada və istinşaq. Ağıza su alır. Madmada deyirsə, məsələn, ağıza su aldı. Verirsə, madmad, yəni səs çıxardır. Belə, qarqar, belə səs çıxardır. Və istinşaq da deyir ki, burundan su alaraq, burundan nədir? Suyu çıxardır. Və sonra deyir, dəstəmaz alır, sağ tərəfdən dediyimiz ki, başını yuyur, sonra sol tərəfə yuyur, obşu başı və bədəni neyniyir, yuyur. Və sonunda da ayaqlar. Burada 2 dənə variant gəlir. Təfsirdə gətirir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm, daha doğrusu şərtdə, Şeyx Hüseymin gətirir ki, tam şəkildə dəstəmaz alır. Tam şəkildə dəstəmaz alır. Haysan. Və sonra qusullanır. Yəni, qusul qaydasını bilirsiniz də. Yəni, bir də təkrarlayıram. Birinci övrət yerləri yuyulur. Dubur və subul, arxa və öncə övrət yerləri yuyulur. Sonra əli ya divara sürtürdü, ya torpağa. Bizdə sabun olduğu üçün ona ehtiyac olmur. Sabunla yusan. Və sonra dəstəmaz alırsan kamil şəkildə və sonra sağ tərəfdən başlayaraq başın sağını yusan 3 dəfə, sonra sol yusan, sonra obşu başı yusan, sonra səirül bədən və sonra obşu bədənini inirsən, yuyursan. Bir hədisin ləfsində gəlir ki, çıxandan sonra ayaqlarını yuyur. Sual çıxır ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dəstəmaz alanda ayağını yumuşdu. Niyə qusul qutarandan sonra çıxanda ayağını yuyur? Demək, Peyğəmbər sallallahu aleyhi və səlləm burada 2 hal olur. Birinci hal, tam şəkildə dəstəmaz alıb çıxanda ayağını yuyur. İkinci hal, dəstəmaz alıb ayağını yumuyub. Obşu təzdən başını başlayıb yuyub edib, qutaranda, çıxanda ayağını yuyub çıxıbdır. Aydın oldu. Üçüncü qisim alimlər gətirir ki, indiki vaxtda ayağını yuyub, belə deyib də, çıxmağa belə də ehtiyac yoxdur. Niyə? Çünki o vaxtda su az idi. Azlığı baxımından deyil, sudan az qənaətlə nədir? İstifadə edirdi. Ona görə nədir? Axırda ayağını yuyub, nədir? Çıxırdı. Amma sünna baxımından tuşun altında ayağını yumaq daha məqsədə uyğundur. أتوخذ بها من فلما فرغ من غسل رجليه لكنه قد ورد رواية أخرى لنفس حديث فيها أنه توضأ وضوءا للصلاة غير رجليه. هذا الحديث كما ذكر البخاري رحمه الله إذا احتاج الإنسان أن يمسح يده بالتراب من جنابة فليفعل وهذا من وقتنا حاضر لا نحتاج إليه لأن مياه عنده كثيرة فيزيد الإنسان غسله أو غسلتين فيذهب أثر الجنابة ولكن في عهد النبي صلى الله عليه وسلم كانت مياه قليلة كما مر علينا أنه كان يغتسل بالساع ومعنى أنه لا يبد أن يسمع بيده ترابه حتى يكون ذلك أتقى عليه الصلاة والسلام. Deyib, baxsan ki, deyir, niyə deyir, əlini sürtürdün divara?
Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm dövründə yenə deyirəm təkrar ki, orada su qıtlığı var idi. Suyu bir sa ilə çimirdi. Öncəki dərsdə keçdik. Bir sa ilə nə edirdi? Qusulardı. Bir sa'da təxmini 3 litr tutur da. 2.80, 2.50 və yaxud da 3 litr. Su qıtlığından dolayı tökdükcə daimi oxalırdılar ki, divinə nə eləsin? Əfada dedikdə divinə su düşsün deyə daim belə eləyirdi. İndi deyir, ehtiyac yoxdur da sən divara əlini sürtəsən. Ki, oradakı deyir, nəcismi, nəsə dəyəndə təmizlənsin deyə. İndi açıq aydın deyir, su çoxluğundan sabunla qəşək yuyub, nə edə bilərsən? Təzədən dəstəmaza qusula nədir? Başlaya bilərsən. Ona görə şeyxlər gətirir ki, oradakı qəsd əsasən odur ki, suyun qıtlığından nədir? Dolayıdır. Və sonra gətirir ki, əgər su gətirildikdə, su gətirir sənin üçün qusul almağa, birbaşa əlini salıb oradan su götürə bilərsənmi? Biz keçdiyimiz hədislərdə, bir neçə hədisdə keçdik ki, Peyğəmbər əlini salardı, götürərdi. Orada bir dənə illə var. Nədir o illə? Əgər əlin sənin qazır, yəni murdar haldadırsa da, qazıra dedikdə, qazıratı murdar, yəni ki, əlin nəcisdə ora salmaq olmaz. Ora salmaq olmaz. Niyə? Çünki ora salarsansa da artıq nədir? Həmən şeylə qusul və ya dəstəmaz almaq olmaz. Aydın oldu mu? Deyək ki, məsəl üçün, ayaq yolundan çıxdın, əlini heç nə yumadın, bir dənə sonra gördün də qusul suyudur. Başdan orada əlini yuyub, sonra dəstəmaz almaq, qusul almaq. Amma olmaz artıq. Niyə? Çünki ora nəcis düşmə ehtimalı çoxdur. Onda nə edirsən? Qıraqda əlini qəşək şəkildə yuyursan, sonra nə edirsən? Sağlarsan. Bu da bir də aiddir nəyə? Yuxudan durduğun halda. Biz keçmişdik ki, əgər yuxudan durursansa, əlini nə yeməyə, nə qazanı heç nəyə atmırsan. Niyə? Sən gecə vaxtı əlini hara vurduğundan xəbərin yoxdur. Və ona görə də qıraqda əlini yuyursan və sonra istər suya, istərsə də nəyə? Əlini vura bilərsən. Bəzi alimlər istisna gətirir, biri əlcəklə yatarsa da, və yaxud da ki, belə deyək də, obşu paltarda, uzun paltarda şal. İnsanlar var da, xəstədir, paltarda yatarsa da, və yaxud da üşüyür, şalvarda yatarsa da, bəzi istisnalar gətirirlər ki, ola bilsin dəyməsin, o nədir? Götürə bilər. Amma yəni hər bir ehtimala qarşı əlini yumaq daha nədir? Məqsədə uyğundur. Yəni, ən üstün rəy nədir? Odur. Və sonra gətirir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, aşağıdan ikimiz bir qabdan da istifadə edərək deyini nə idi? Qusullanırdıq. Qusullanırdıq. Bəzi alimlər gətirirlər ki, hədisi ki, bir-birinin övrət yerinə baxmadan nə edirdi? Qusullanırdılar. Hədis zəifdir. Bəzi alim Şeyx Hüseyin Rahiməhullah gətirir, hədis zəifdir. Ola bir səhih deyənlər olsun. Yəni da doğrusunu Allah bilir. Yəni, qadın və kişi eyni qabdan istifadə edərək qusul ala bilər. Vedranı gətirdi, qoydu, yekə bir sağ şeydir. Və bir qabdan deyir, o götürüb tökürdü, mən götürüb deyir, tökürdüm. Və bu cür neynədir? Biz qusul alırdıq. Gətirir ki, Kuntu əğtəsilu ənə və nəbiyyu sallallahu aleyhi ve sellem. Peyğəmbər sallallahu aleyhi ve sellem və mən qusullanırdıq. Min inəin vahidin, bir dənə qabdan. Təxtəlifu əydinə fih, əllərimizi dəyişərək nə edirdik? Su töküb istifadə eləyirdik. Yəni, bu nədir? İcazəli. Sual çıxır ki, yaxşı, qadın kişi hamamda eyni yerdə qusul ala bilərmi? Artıq buradan nədir? İstinbat çıxır. Demək, icazəlidir. Almaq olar. Aydın oldu mu? Hədis Buxaridədir, 261-ci hədis. Və sonra gətirir ki, Ayşə rəziyyə kənə Rasulullah səlləm izə ixtəsələ min cənəbəti qəsələ yedə. Deyir, Peyğəmbər sallallahu aleyhi ve səlləm, və buradan da hədis gəlir ki, cənabət alanda dəlini yuyardı. Dəstəmazda nətər yuysan? Demək, cənabət qusulu alanda da əlini elə yumalısan. Yəni, buradan artıq 2 dənə qayda çıxır. Nə qayda? Tam kamil şəkildə qusul almaq istəmirsənsə, tuzun altında birbaşa çimib çıxmaq istəyirsən və ya da dənizə kəllə vurub çıxmaq istəyirsən və s. və ilə. Və ya da çayın içinə baxıb belə çıxmaq istəyirsən.
Bu halda iki dənə şey şərt gətirirlər. Bir, övrət yeri yuyulmalıdır. İki, ağza buruna su almalıdır. İkinci qism gətirir ki, ağza buruna su alıb, kifayət eləyib, bismillah deyib, ağza buruna su alıb, batıb çıxarsansa da qusul var. Övrət yeri yuymasan belə. Aydın oldu. Artıq bunlar nədir? Qayda olaraq, şərt olaraq nədir? Gətirilir. Hətta üstün alimlərdən, dahilərdən yəni gətirilir ki, ağza buruna salmaq hər bir halda vacibdir. İstər dəstəmazda, istər qusulda. İstər dəstəmazda, istər qusulda. Vacibdir. Bəli. Və sonra gətirir ki, Müslimdə İbn Məlikdən gəlir, radiyallahu anhdan, Müslimdə gətirir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qadın yoldaşınla və qadınlarınla da, yəni qusul aldıqda bir qabdan istifadə edirdi. Demək, təkcə Meymunə radiyallahu anhına yox, bütün Peyğəmbər sallallahu aleyhi və səlləm öz yoldaş zövcələrinlə o cür nə inibdir? Qusul alıbdır. Və sonra yenə gətirir ki, bu hədislər qusul babındandır. Meymunə radiyallahu anh gətirir ki, biz bu cürdə qusul alırdıq. Ayşə radiyallahu anh gəlin hədisdə gətirir, vəsəirul bədən. Və burada məsələ nədir? Deyək ki, sağ tərəfdən başladı yumağa başını, saçını. Sonra sol tərəfdən. Vəsəirul bədən və bədənin başqa deyil hissələri, səir hissələri. Deyəndə nə başa düşürük? Başa düşürük ki, yalnız sağdan başlamaq Peyğəmbər s.ə.v başda olubdur. Bədənin qıraq yerləri sağa aid yoxdur. Fikir verin. Demədi ki, və bə'də və yaxud da və bə'də bədəə yəmini mən gəlmək. Yəni, sağ tərəfdən neynədi? Başladı. Qusullanmağa. Gəlməyib. Sağ başının tərəfini yudu, sonra sol və səir bədən. Elə bir girdi tujun altına bütün bədənini yudu. Lakin bir dənə illə var. İllə var. Nədir illə? Keçən dərslərimizdə keçmiş ki, Peyğəmbər s.ə.v bütün işlərini hardan başlayardı? Sağdan. Ona görə bəzi fəqihlər gətirir ki, başını yuduqdan sonra istəyərsən qusullanmaq sağdan başla. Çünki Peyğəmbər s.ə.v sağda. Şərt deyil, sünnə də deyil. Sadəcə Peyğəmbər s.ə.v sağdan başladığına görə oradan başlasan daha yaxşıdır. Daha yaxşıdır. Biz deyimirik yəni ki, müvafiqdir belə, yox. Daha məqsədə uyğundur. Soldan da başlaya bilərsən. Amma sağdan başlamağın daha məqsədə uyğundur. Və sonra gətirir ki, bu qusul babından, bu hədisə də gətirir ki, ehtiyac var ki, Qətadə və başqaları Nəxəyi gətirir ki, yəni çoxları dəstəmazsız, yəni kamil almaq lazımdır. Yəni dəstəmaz sonra qusul almaq lazımdır da kamil şəkildə. Fəqihlərdən gətirirlər ki, kim ki, burası mühümdür. Qusul alır. Qusul aldıqdan sonra təzdən dəstəmaz alırsa, bu təammuqdur. Təammuq, yəni tənəttu' dərinə getməkdir. Peyğəmbər s.ə.v nə deyir? Hələkə mütənətti'un. Dərinə gedənlər həlak oldu. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm, heç bir sahabə gəlməyib ki, bəlkə də kimlərə rast gəlib deyənmərəm, qusuldan sonra təzdən getsin dəstəmaz alsın. Gəlməyib belə şey. Ona görə də kamil qusul almaq daha nədir? Üstündür. Sən, bəzi alimlər gətirir ki, yəni, suyun içinə girdin, dənizin içinə girdin, çıxdın, qusul da var, dəstəmaz da var. Deyənlər var. Lakin o cür eləyən gəlməyibdir. Elə etsin, geçsin, namaz qılsın. Sahabələrdən heç kim eləməyib onu. Ümumiyyətlə, bu cür eləyən olmayıb. Kamil şəkildə dəstəmaz və qusul alıblar. Ona görə təammuq deyirlər, tənəttu'un, yəni dərinə getməkdir. Elə getdikcə də artıq nədir? Sünnədən uzaqlaşacaqsan. Aydın oldu mu? Ona görə bu məsələyə diqqət etmək lazımdır. Sonra doğrusunu Allah bilir. Sonra bu kitabı bununla da bitirdik, birinci hissəni.
Allah Subhanahu və Teala bizi eşitib faydalananlardan etsin və bizi axirətimiz üçün faydalı etsin və bizi ən öncə ixlaslı eləsin və Allah Subhanahu və Teala bunu bizim üçün davamiyyətdə eləsin. Subhanakallahumma hamdik, əşhədu en la ilahe illa ente, estağfiruke ve etûbü